İslam dəvətçisinin üçüncü sifəti, labüd olan sifəti insanlardan gələnlərə səbr etmək. İnsanları İslama dəvət etdikdə mütləq ki, sənlə düşmənçilik edəcəklər, sənə pislik edəcəklər. Həm müşriklər, həm münafiqlər, həm müsəlmanlar. Labüddür ki, hər üçündən də əziyyət görəsən və bu Allah Təbaraka və Teala'nın sünnətidir. İslam dəvətçisində labüd olan üçüncü sifət budur. İbn-i Teymiyyə rahiməhullah deyirdi ki, biz sabr və yəqin tənəlül imamətə fiddin. Dində imamətə səbr və yəqinliklə nail olunur. Allah subhanahu wa ta'ala buyurur ki, وَجَعَلْنَا مِنْهُمْ أَئِمَّةً يَحْدُونَ بِأَمْرِنَا. Biz onlardan imamlar etdik ki, dinimizə dəvət etsinlər. لَمَّا صَبَرُوا, səbr etdikləri və yəqin olduqları vaxtda. Səbr etdikləri. İslam dəvətçisinin üçüncü labüd olan sifətidir.